Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bihi nestaîn və huve xeyru nasirin və mu'in. İnşallah cümləmiz mübarək olsun. İbadallah. Usikum və nəfsi bi təqvallah. Siz dəyərli möminləri və özümü ilahi təqvaya dəvət edirəm. İnşallah Allahdan köməklik istəyirəm bu cümə günündə ki, Allah hamımıza ilahi təqva yolunda getməyə müvəffəq eləsin inşallah. Allah Qur'an-ı Kərimdə bir neçə ayədə dünya və dünyanın bəlaları haqqında danışır, dünyanın müsibətləri haqqında işarə edir. Bəzi ayələrdə buyurur ki, biz insanı Bismillahirrahmanirrahim və qatta'nahum fil ardı umaman minhumus salihin və minhum duna zalik və balawnahum bil hasanati və seyyiat la'allahum yerci'un. Və başqa belə bir ayələrdə də xüsusən ayənin axır o cümləsi maraqlıdır ki, axır cümləsinə Allah Teala işarə edir. Buyurur ki, biz insanları yaxşı və yamanlıqlarda sınadıq. Yaxşılıqlarda və yamanlıqlarda, çətinliklərdə onu sınadıq. La'allahum yerci'un. O imtihanlara saldıq, bəlalara saldıq. Bəlkə o bəla və müsibətlərdən insan ibrət götürə və qayda. Allaha tərəf qayda. Başqa bir ayədə buyurur ki, salavat zikr edin inşallah. Zəhərəl fəsadu fil bərri vəl bəhri bimə kəsəbət əydin nas. Quruda və dənizdə fəsad insanın öz əlinlə törətdiyi ki, insan onun səbəbkarıdır, aşkar oldu. O fəsadlar, o pisliklər. İstər o qıtlıqlar olsun, istər xəstəliklər olsun, istər müharibələr, insan qətli, hər nə fəsad vardır, yerdə, dənizdə, quruda insanın öz əli ilə aşkara çıxdı. Sonra ayənin arxasından buyurur ki, لِيُذِيقَهُمْ بَعْدَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ. Biz bəzi öz törətdikləri insanın özünün o böyük günahlar ilə, öz əli ilə o törətdiyi böyük günahların bəzən insana nəticəsini dadızdırırıq. Nəticəsini özünə dadızdırırıq. Özünə hiss elətdiririk o bəlaların. Burada da bir hikmət var. Buyurur ki, لَعَلَّهُمْ يَرْجِعُونَ. Bu ayədə də buyurur ki, əsas bunlardan məqsəd Allaha tərəf qayıtmaqdır. Qayıtmaq mühümdür. Bu müsibətdən dərs götürə, ibrət götürə insan. Nəinki məsələn hadisə baş verdi, onu danışasan, xəbər kimi eşidəsən, biləsən və ətraf mühitdə görürsən, nə qədər xəbərlər insan eşidir, amma nəticədə görürsən ki, insan ondan ibrət almır. Əmir-əl-Müminin əleyhissalam buyurur ki, nə qədər çox ibrət var, amma nə qədər az ibrət götürən var. İbrət çoxdur gündəlik həyatımızda, amma nə qədər azdır ibrət götürən. Və sözümün mövzusu təqribən istəyirəm aydınlıq gətirəm ki, dünyada olan müsibət və bəlaların sirri və hikməti nədir? Və insan bu bəlalardan necə faydalanmalıdır? Necə ibrət götürməlidir?
Hər bir insan ümumiyyətlə, hər bir insan ümumiyyətlə arzusu nədir? Arzu edir ki, insan məsələn xəstələnməsin, yaşayışında rahat yaşasın, xoşbəxt yaşasın. Bunu hamının arzusudur. Əmin-amanlıqda yaşasın, yəni qarşıya bir problem gəlməsin, əmin-amanlıqda yaşasın, həyatından razı olsun. Bu, hər bir insanın içərisindən keçən bir arzudur, istəkdir. Müvəffəq o adam sayılır ki, yaşayışında problem, yəni yaşayışını problem etməyən şəxsdir. Müvəffəq o adam sayılır ki, yaşayışını, gündəlik yaşayışını, həyatını, gününü, həftəsini, ilini problem saymır, problemə çevirmir. Yəni, müvəffəq insan o şəxsdir. Amma problem çıxanda da problemə çevirmir, problemin həllinə çalışır. Bu müvəffəq insandır. Yəni, iş problemə düşüb, çətinliyə düşüb, müvəffəq insan o şəxsdir ki, işi problem saymır. Amma problemi həll etməyə, o müşkülü həll etməyə çalışır. Ona görə adətən adamın heç bir müşkülü və çətinliyi olmasa, ümumiyyətlə deyər ki, mənim həyatımda heç bir çətinlik və müşkül, problem olmasa, insan özünü həyatdan razı olsa hər şeydən, insan desə ki, məsələn, mən xoşbəxt, o zaman insan xoşbəxtçiliyi hiss edir, o zaman insan özünü şad hiss edir ki, həyatında bir problem yoxdur. Adətən belədir da, deyir ki, mənim heç bir problemim olmasa, həyatdan razı olum, biraz da imkanım olsun. Adətən belədir, heç bir problem olmasa, onda həyatından razıdır. Amma bunun mənası bu deyil ki, insan problemi, yəni müşkül qabağa çəkib yaşayışı problemə çevirməyən. Bunun mənası bu deyil ki, yaşayışda problemi olmayan. Yəni, mütləq yaşayışda problem və müşküllərlə insan rastlaşacaq. Bir salavat zikr. Allahümmə salli Muhammed. Bəs yaşayışın özünü problem bilməməliyik. Amma bunun mənası bu deyil ki, yaşayışda problem olmamalıdır. Və mən də o vaxt xoşbəxt hiss edeyim ki, özüm daha mən heç nə xəstələnməyəm, heç bir problemim olmayan, heç bir həyatda şad yaşayam, onda yaxşıdır həyat. Həyatda problem çıxsa, həyat mənim üçün çox çətin olur. Həqiqətdə dünyanın özü özlüyündə, yaradılışında hamımız bilirik ki, zəhmətə düşmək var, əziyyətə düşmək var, çətinliyə düşmək var. Dünyaya gəlməsindən tutmuş, yuxuya getməsindən tutmuş, yuxudan oyanmasından tutmuş, uşaqlığından tutmuş, cavanlıq və ta yaşlılaşana qədər insanın həyatında bir sıra çətinliklərlə insan rastlaşır və rastlaşmalıdır və bu dünyanın imtahanlarıdır və imtahanlarla, müsibətlərlə dolu bir dünyadır. Biz onu dərk eləmişik, hiss eləmişik. Allah Teala da Quranda buyurur ki, və xələqnəl insana fi kəbəd. Ayə-i şərifədə Allah buyurur ki, biz insanı xələqnəl insana yaratmışıq fi kəbəd. Çətinliklərin içində yaratmışıq. Allah özü xəbər verir ki, yəni əslən sən bir cənnət yaratmamışam sənə. Sənə çətinliklərlə dolu olan bir dünyada yaratmışam ki, buyurur, در این جهان کسی بی غم نباشد اگر باشد بنی آدم نباشد.
Deyir ki, bu dünyada heç bir insan yoxdur ki, qəmi, qüssəsi, problemi olmuyor. Əgər elə bir adam tapsan, bilginən ki, insan deyil, başqa bir şey. Problemsiz insan yoxdur. İnsan ola, qəmsiz, qüssəsiz, çətinliksiz ola, o insan ola bilməz belə bir şey. Ona görə bir günləri Həzrət Rasulullah sallallahu aleyhi və alihi və səlləmin dəvət elədilər qonaqlığa və o qonaqlıqda Peyğəmbər əyləşmişdi və gördü ki, tarla var, tarla kimi bir şey qurublar və yuxarıda bir dənə toyuq yumurtlayıb və o toyuq yumurtası hərəkət elədi, dığırlandı və gəldi hündür yerdən yerə düşdü, amma qırılmadı. Peyğəmbər təəccüb elədi ki, bu yumurta nə cür ola ki, buradan düşə o tərəcədən, amma qırılmıyor. Dedi ki, ev sahibi dedi ki, ya Rasulallah, təəccüb eləmə, mən indiyənə qədər heç bir problem görməmişəm, bir dənə həyatda problem görməmişəm, təəccüb eləmə, mənim həyatım həmişə belədir. Həzrət Rasulullah daha çox təəccübləndi və qalxdı, oradan çıxdı. Dedi ki, əgər bir yerdə ki, bir özü iqrar edir ki, mən heç bir problem görməmişəm, bilginən ki, Allahın nəzarəti, lütfü yoxdur burada. Burada bir rəhmət yoxdur ki, insan bir dənə of deyə, ya Allah deyə, ax deyə, of deyə, əgər o yoxdursa da, məlumdur ki, Allahın bu ev sahibindən işi yoxdur və durdu, qalxdı, oradan getdi. Ümumiyyətlə, yəni bəla insan bir ah çəkməlidir, bir of çəkməlidir insan müsibət görəndə, bir insani duyğulardır. Bunlar təbiidir, bunlar olmasa məlumdur ki, Adəm evladının cinsindən deyil. Dünyanı elə dünya edən bəlalarıdır. Dünyanı şirinləşdirən onun içində olan proqramlarıdır və müsibətləri, bəlalarıdır. Əgər o olmasa, həyat şirin olmaz. Əgər imtihanlar, müsibətlər, çətinliklər olmasa, insan üçün həyatın da mənası olmaz. Necə ki, misal olaraq götürək ki, bir nəfər voleybol və yaxud da futbol oynayan, ya hansısa başqa bir idman növlərini misal vurmaq olar. Məsələn, insan futbola girəndə, futbola gedəndə bilir ki, orada yıxılmaq var, yaralanmaq var, sıyrılmaq var, dizi sıyrıla bilər, qolu qırıla bilər, ayağı qırıla bilər. Amma buna rəğmən insan gedir o futbola, eşqlə o komandada oynayır və qaçır və tərləyir və zəhmətə düşür. Amma ləzzəti var burada ki, bir kol vuranda ona ləzzət verir. Yəni, həzz alır ondan. Əgər həyəcan olmasaydı və o komanda olmasaydı, müqavimət göstərdən olmasaydı, təhcə elə vratarsız elə bir kəs olsaydı, vursaydı, elə o insan bezərdi, heç bir ləzzəti olmazdı orada. Deyərdi ki, boşdur, heç kəs də tutmur topu, elə kol vurur, ona heç ləzzət olmazdı. Buna ləzzəti, həzz alması budur ki, insan kol vurmaqla qələbə çala və qələbə çaldıqda insanda bir həzz var. Baxmayaraq ki, neçə dəfə yıxılıb, baxmayaraq ki, yıxıblar, baxmayaraq ki, badalaq qurublar, məsəl üçün yıxıblar, ona dözür, amma axırda qələbə çalmaq üçün bir kol vurmağa görə dəyirdir. Bəs başqa məsələlər necür? Allahın hikməti necür? Burada özümüz eləyə bilərik, düşünək ki, bəs Allahın hədəfi nədir bizi yaratmaqda? Bu qədər bir nəfər ləzzət alırsa da, bəs bizlər gərək nə edək? Bəs onda belə fikirləşməyək ki, bu dünya cənnətdir. O cənnətdir ki, insanda
Təsəvvür eləyək ki, cənnətdə yorulmaq yoxdur, xəstələnmək yoxdur, ölmək yoxdur, bezmək yoxdur. O cənnətdir yalnız. Bu dünya varsa da və xaləqnəl insana fi kəbəd inandıqsa da Allahın buyurduğu ki, biz insanı əziyyətin içində yaratmışıq, zəhmətlər içərisində yaratmışıq. Gərək insan bu dünyada o mərhələdən keçə, o imtihan və o bəla və o müsibətlərdən keçə, yetişə bir yerə çatdıra özünü, ləzzət oradadır. O cənnətdədir ki, insan qəm qüssəsi olmaya, kədəri olmaya, xəstələnməyi olmaya, yorulmağı, bezməyi olmaya. Allah cənnəti o cür yaradıb. Quranda ayələrdə buyurur, وَلَهُمْ مَا يَشْتَهُونَ Allah Qur'an-ı Kərimdə buyurur ki, onların ürəkləri nə istəyirlər, Allah onların qarşısında çıxardacaq cənnətdə. Nə arzu eləyirlər? وَلَهُمْ مَا يَشْتَهُونَ Ürəkləri nə istəyir? Orada var. Burada çox arzulamasınlar. Peyğəmbərlər gəlib bizə onu deməyə. Qur'an-ı Kərimdə Allah ayələr göndərib ki, bunu başa salmağa. İmam Sadiq əleyhissalamdan soruşdular ki, dedilər ki, Yəbnə Rasulillah, İmam Cəfər Sadiq əleyhissalamdan soruşduqda ki, Yəbnə Rasulillah, bəs nə cür ola bilər ki, bir nəfər cənnətdə əyləşə, amma birdən-birə öz qohum əqrabasını və bu dünyada bəzi adamları, yaxın adamları ki, onunla ünsiyyətdə olurdu, qohum əqraba, yaxın qohum əqrabaları idi, ailəsi idi. Birdən orada cənnətdə görməsə, onda nə cür qəm qüssə və kədərlənməyəcək? Nə cür ola bilər ki, kədərlənməyə? Dedi ki, Allah Teala, İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, Allah Teala onun yadından çıxartdıracaq ki, o qəm çəkməsin. Məsələn, yadından çıxartdıracaq ki, o insan nədir? Qəm çəkməyəcək, o kəsləri, o yaxınlarını yadından çıxartdıracaq ki, qəm qüssəsi olmasın, cənnətdə qəm qüssə olmaz. Dünya cənnət deyil, amma cənnətin imtihan yeridir. Necə ki, Rasulullah buyurub ki, Əd-dünya məzrəətul axirə, dünya axirətin, cənnətin əkin yeridir. Əkin yeridir bura, yəni çalışmaq yeridir, əməl etmək yeridir. Yəni bu dünya onun üçündür. Allah əlbəttə ki, elə bilməzdimi ki, məsələn, belə bir dünya yarada ki, burada heç bir müharibə olmaya, xəstələnmə, qəm, qüssə, çətinlik olmaya. Bəli, yarada bilərdi. Buyurur ki, nəinki çalışdı yaratmağa, amma alınmadı. Haşa Allahdan ki, çalışdı yaratmağa, amma belə alındı da, yəni nəticədə alınmadı belə ki, yəni elə bir dünya ki, orada qətl olmaya, cinayət olmaya, xəstəlik olmaya, kasıbçılıq olmaya, borc olmaya, xərc olmaya. Allah yox, əvvəldən deyib ki, elə gərək hamısı bunların içərisində dünyadır. Elə dünyanın özünün bir mənası da dəni sözündəndir. Çox belə nətər deyərlər ki, aşağı yer, yəni alçaq. Yuxarıdan aşağıya gəlmişik elə bir. Biz yuxarıda cənnətdən gəlmişik, nədir? Yerə gəlmişik. Orada da İmam Kazım əleyhissalam əlbəttə ki, bu barədə soruşurlar, deyir ki, yəni yuxarıdan gəlmişik, niyə gəlmişik? Əlbəttə ki, mən qısa yadımda olanı budur ki, İmam Kazımdan soruşurlar ki, biz yuxarıda cənnətdə yaşayırdıq da, Adəm əleyhissalam yaşayırdı, Adəm evlatları da cənnətdə idi. Bəs niyə bu belə bir alçaq yerə gəldik ki, bəla və müsibətlərlə doludur? İmam Kazım əleyhissalam buyurdu ki, qısa elə səbəbini deyim ki, məzmunu yadımda qalıb ki, buyurur ki, elə gəldi ki, insana başa sala ki, insan nə qədər acizdir, nə qədər ehtiyacı var. Özü acizdir, gərək onu hiss eləyək ki, əgər Allah belə bir dünyaya gətiribsə də, hər şey cənnətdə olsaydı, öz acizliyini dərk eləməzdi, hətta elə bir dərəcəyə gələrdi ki, Allahlıq iddiası eləyərdi. İnsan
Allahlıq iddiası da eləyə bilərdi. Gətirdi ki, yəni müsibət görsün burada, çətinlikləri görsün, bilsin ki, Allaha möhtacdır. Burada yetişdirsin, yetişsin. Və ona görə bəzi yazdıqlarımdan keçirəm ki, vaxta qənaət eləyək. Allah yarada bilərdi elə dünya ki, bəlasız olar. Necə ki, yaradıb mələklər. Mələklər nə nəfs var, nə problem var, nə mələklərin öz aralarında davaları var. Bu dünyanı, belə bir dünya da yaradıb. O mələklər aləmi var ki, yəni onları Allah Taala yaradıb. Amma Allah Taala istəyir ki, biz çətinliklərdə öz məqamımıza çataq. Çətinliklərdə biz yetişə bilək. Necə ki, bir dənə mən keçmişdə bu misalı tez-tez vururdum danışıqlarda. Zada Allahı tanıtmaq yollarından ki, yəni bir dənə buğda dənəsi və yaxud da başqa bir dən. Adam bir dənə dənə baxır, deyir, bir dənə dəndir. Amma Allah Taala ondan özü Quranda misal çəkir, deyir ki, bir dəndən 7 sümbül və hər sümbülün üstündə 100 dənə, nə biləm, daraq və hər darağın üstündə 100 dənə dən var. Bir dənə dən idi o. Amma bastırıldı neçə dənə sümbülə çevirdi. Hər sümbülün üstündə də bir neçə dənə elə bir dən var. Bir dənə dən. Amma o dən görürsən ki, yığırlar kombaynla, yığırlar, onu hara aparırlar? Aparırlar ambara. Bir-birinin üstündə atırlar qışda ambara. Yaz vaxtı gələndə onu çıxardırlar, əkirlər, bastırırlar, o buğda dənələrini sulayırlar, əkirlər, şumlayırlar ətrafını, dərmən səpirlər, nələr eləyirlər, ondan sonra onu dərirlər və istədikləri kimi onu qopardırlar və ondan sonra gətirirlər onu, yığırlar, dəyirmanda əzirlər, un eləyirlər, un eləyəndən sonra meşoylara doldururlar və gətirirlər ki, evlərdə pişirələr, ya tükənlərdə satarlar ki, çörək pişirələr. Çörək un şəklinə gələndə də hələm öz nətər deyərlər, kamalına yetişmir. Onu yoğururlar, əzirlər, nələrdən keçirirlər, kündə düzəldirlər, kündədən sonra yenə təndirə atırlar, təndirdən sonra çörək olur. Bu əziyyətdən sonra nəticəsini tapır ki, yəni öz həqiqətinə yetişir ki, yəni bu çörək oldu. İnsanda da bu cür misal vurmaq olar. İnsanı insan eləmək üçün, o dərəcəyə çatdırmaq üçün əzlə, yoğurla, gərək insan oruç tuta, namaz qıla, kiməsə də yardım eləyə, kiminsə də yolunda fədakarlıq eləyə, ailə yolunda, qonşu, qohum yolunda ta o yerə çata. Və mən bəzi şeyləri buradan ixtisara salıram və sözümü istəyirəm ki, bir-iki kəlmə ilə tamamlayam. Deyir ki, hər bəla ki səndən gəlir, bir şeir var. Buyurur ki, hər bəla ki səndən gəlir, o hər bir başımıza gələn hər bir müsibət bir neymətdir. Şeirin mən tərcüməsini deyirəm. Başımıza gələn hər bir müsibət bir neymətdir. Yəni, neymət saymalıyıq. Verdiyin hər dərd bir rahatçılıqdır. Ariflərin nəzərində baxsaq, o bəlalara bu cür baxır və belə bir şeir oxur. Deyir, verdiyin hər bir dərd bir rahatçılıqdır, rəhmətdir. Qulunu zülmətə sal ki, o nurlu üzü görsün. Yəni, qulunu qaranlığa sal ki, o nurlu üzü görə bilsin. Qaranlıq olmasa, o nuru ışığı görə bilmirsən. Deyir, bəzi vaxtlar deyir, insana gərək qaranlıqlar başına gələ ki, qaranlıqlarla rastlaşa ki, o nuru görə bilər. Allah bəzi qaranlıqlar, çətinliklər verir ki, insan Allaha tərəf qayıda bilsin. Allaha tərəf qayıda bilsin, o nuru görsün, o həqiqəti görsün. Allah inşallah düzdür, bu bəla, müsibət dünyanın işidir, amma eyni zamanda Allah Taala və yaxud da məsum imamlardan, peyğəmbərdən hədis var ki, eyni zamanda da
əmin-amanlıq üçün, sağlamlıq üçün dua eləyin ki, dualarda var buyurur ki, Allah həmişə də bəladan uzaq durmağı, yəni çalışın Allahdan istəyin. Amma bəla da gəldikdə problemə çevirməyin, həllinə çevirin və bəla olmadan da dünyamız ola bilməz. Yəni bəlasız dünya ola bilməz. Yəni bəla, mütləq bəla içində vardır. Əsas budur ki, onun içərisində səbr eləyəsən, istiqamət göstərdəsən. Vəzifən nədir? Ona əməl eləyəsən. Bəzi dualarda, məsumlardan və Peyğəmbərdən də var ki, buyurur ki, həmişə sağlamlıq üçün, afiyət üçün, əmin-amanlıq üçün, dünya və axirət üçün dua da eləyin. Yəni, dua da eləyin. Allahumma inni əsəlükə əl-affə, ilahi səndən bağışlanmağımı istəyirəm. Vəl-afiyyətə vəl-muafatə fid-dünya vəl-axirə. Görürsən, belə dualarımız da var. Deyir ki, nəinki insan arzuluya ki, bəla olsun, müsibət olsun, kasıbçılıq olsun, nə olsun, nə olsun. Bu dünyanın halətidir. Amma buyurur ki, Allahdan əfv istəyin, salamatçılıq istəyin, sağlamlıq istəyin, dünya və axirətdə inşallah. Allah Teala inşallah bizi, aqibətimizi xeyr eləsin inşallah. Dünya və axirətdə bizə afiyət, əmin-amanlıq qərar versin. Həm ölkəmizə, həm inşallah dünyamıza əmin-amanlıq qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Qəza keçirir, yardım ehtiyac var, Hacı müəllim də deyişir, bir qutu qoy və xütbədən sonra yada salardı dəqiqələr ola bilər. Yaxşı. İki namazdan sonra da, ikinci namazdan sonra namaza başlamamışdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasim el-Mustafa Muhammed ve ala alihil etyebin el-etherine siyyema bakiyetillahi fil aradin ve salli ala emiril müminin Aliyin emiril müminin ve Fatimata Zahra seyyideti nisa'il alemin ve salli alel Hasani vel Hüseyni seyyidey şebabi ehlil cenneh ve ala Ali ibn Hüseyni ve Muhammed ibn Aliyin ve Cafer ibn Muhammedin ve Musa ibn Caferin ve Ali ibn Musa ve Muhammed ibn Aliyin ve Ali ibn Muhammedin ve Hasan ibn Aliyin ve Halafil Qaimil Mehdi Huccacike ala umana ibadik ve umanai fi biladik ve umanaike fi biladik ve salli ala aimmetil muslimina ve humatil mustadafin ve hudatil müminin usikum ibadallah ve nefsi bi takvallah. Aziz ve muhterem kardeşlerim, siz değerli kardeşlerimi və özümü ilahi təqvaya dəvət edirəm. Allahdan da bu cümə günündə, mübarək bir gündə diləyirəm ki, Allah bu yolda bizə yardımcı olsun inşallah, eşitdiklərimizə əməl eləyənlərdən olaq inşallah. Praktiki cəhətdən əmələ gətirək inşallah dediklərimizi. Xanım Zeynəb salamullahi əleyha Həzrəti Əli əleyhissalamın və Fatimə-i Zəhra salamullahi əleyhanın üçüncü evladları idi. Üçüncü evladları dünyaya gəlmişdi və Mədinədə dünyaya gəldi. Mədinə şəhərində dünyaya göz açdı və Peyğəmbər səfərdən yeni qayıtmışdı. Peyğəmbər səfərdən yeni qayıtmışdı. Qayıtdıqda bu xəbəri eşidib, sevinərək Həzrət Əlinin və Həzrət Zəhranın evinə tərəf getdi və təşrif buyurdu onun evində. Və Həzrət Əli əleyhissalam buyurdu ki, təbrik demək üçün getdi da, mübarək olsun demək üçün ki, Əlinin, Fatimənin evinə qız uşağı gəldi. Həzrət Əli əleyhissalam Peyğəmbərə müraciət etdi, buyurdu ki, ya Rasulallah,
bu qızın adını sən seç qoy, bir ad seç qoy. Həzrət Rəsulullah buyurdu ki, bu adı mən Fatimənin balaları hamısı mənim evladlarımdır. Ancaq bu iş ad qoyma məsələsi Fatimənin balalarına bunların haqqında qərarı Allaha qərar vermək Allaha məxsusdur. Çünki ilahi şəxsiyyətlərdir. Bunlara qərar vermək, hansı adın olması, hansı ad qoyulması Allaha məxsusdur. Peyğəmbər buyurdu ki, Fatimənin evladları mənim evladımdır. Amma Allah gərək qoya bu adı və bir müddətdən sonra çox keçmədən ilahi vəhy gəldi Cəbrail əleyhissalamdan ki, ya Rasulallah, bu qızın adını Zeynəb qoyun və bu qız Lövh-i Məhfuzda Allah dərgahında qeyd olunub Zeynəb adında. Zeyn, yəni bəzək deməkdir, əb, ata deməkdir. Zeynəb, qısa şəkildə Zeynəb deyirlər, yəni atasının bəzəyi. Yəni bu adın elə özünü Allah seçib, atasının bəzəyi. Həqiqətən də atasının bəzəyi ləyaqətindədir Həzrəti Zeynəb və ona görə Peyğəmbər bu adı qoyduqdan sonra bu körpə Zeynəbi bağrına bastı və onu öpdü və onun adını qoydu. Dedi ki, buna hörmətlə yanaşın. Tövsiyə verdi ki, buna hörmətlə yanaşın. Bunun şəxsiyyəti xanım Xədicə-i Kubraya salamullahi əleyhaya bənzəyir. Yəni onun xisləti və onun köməyi və onun xüsusiyyətləri xanım Xədicə-i Kubra kimidir ki, yəni Xədicə necə ki Peyğəmbərin zamanında Həzrəti Xədicə fədakarlıq elədi və Həzrəti Zeynəb də Allah yolunda o cür fədakar və səbir və dözüm və istiqamət və göstərdəcək və Peyğəmbər bu cür buyurdu. İslamın əbədliyi üçün, əbədi qalması üçün xüsusi bir əhəmiyyətə malikdir, deyir xanım Zeynəb. Bu cür sözlər buyurdu və xanım Zəhra atasının qayğısını çəkdiyi kimi bu Zeynəb də öz ata və qardaşlarının qayğısını çəkəcək. Necə ki, xanım Zəhra Peyğəmbərin qayğısını çəkirdi, o körpə vaxtından dedi ki, bu Zeynəb də öz ata və qardaşlarının qayğısını çəkəcək. Həzrəti Zəhranın təbii şəhadətindən sonra və gələcəkdə olan hadisələrə görə Peyğəmbər işarə etdi. Buyurdu ki, xanım Zeynəb bu cür idi ki, vəsf eləmək olmaz, yəni onu, şərh eləmək olmaz necə bir məhəbbət idi. Yəni, vəsfə gəlməyən bir dənə izahdır, o məhəbbət və o sevgi ki, bacı qardaşlıq arasında var. Xüsusən də xanım Zeynəblə İmam Hüseyin əleyhissalamın o bacı qardaşlıq əlaqəsi bir fərqli bir, ilahi bir məhəbbət idi. O ilahi bir sevgi ilə qarışmış bir məhəbbət idi. Mehribanlığı, o davranışı və Həzrət Əlinin və qardaşlarının qüssələrinə, qəmlərinə şərik olması ki, Həzrət Əlinin dövründə və yaxud da o ailənin içərisində nələr gördü, 5 yaşındaykən və körpəykən xanım Zeynəb o müsibətlər gördü, anasına qarşı və yaxud da atasına qarşı o zülümlər, onun şahidi oldu, şərik oldu bütün hamısına və ta Kərbalaya qədər şərik oldu o qəm-qüssələrə xanım Zeynəb. Tarixçilər belə bir qeyd aparıblar ki, xanım Zeynəb körpə vaxtı tarixçilər bu cür yazılıb ki,
yazıblar ki, buyurur ki, xanım Zeynəb körpə vaxtı beşikdə ağlayarkən İmam Hüseyin əleyhissalamı gördükdə sakitləşərdi və aramlıq tapardı. Və o içəri girdikdə, onun səsini eşitdikdə sevinərdi, şad olardı, xoşhal olardı xanım Zeynəb. Bu bir adi bacı qardaşlıqdan da əlavə bir başqa bir sirlər var idi burada. Və buyurur ki, ən çox vaxt, ən çox İmam Hüseyin əleyhissalamla oynayardı. Ən çox İmam Hüseyin əleyhissalamla vaxtını keçirərdi və oynayardı. Eləcə də başqa qardaşlarına və atasına qayğı göstərdərdi. Çünki İmam Hüseyin əleyhissalamın taleyindən xanım Zeynəbin taleyi gələcəkdə bir idi, İslama xidmət eləməkdə. Ona görə ailə qurarkən Həzrət Əli əleyhissalam, ailə quranda Həzrəti Zeynəbi, yəni öz əmsi oğluna ki, verdi, ailə qurduqda, ona şərt qoydu ki, İmam Hüseyin əleyhissalamla görüşməyi şərt qoydu ki, yəni heç vaxtları maniə olmasın ki, kəbində onu qeyd elədi, Mehriyənin kənarında. Ki, bir günləri buyururlar ki, xanım Zeynəb salamullahi əleyha təzə getmişdi, öz həyat yoldaşının evindeydi, gördülər ki, ağlayır. Ağladıqda gəldilər, onun səbəbini soruşdular, dedilər ki, ya Zeynəb, sən niyə ağlayırsan? Dedi ki, 3 gündür, dedi, Hüseyni görmürəm. Bir salavat deyin. 3 gündür qardaşım Hüseyni görmürəm. Bu cür qüssə, bu cür qayğı, bu cür şərik olmaq, bunlar hamısı xanım Zeynəbin həyatı örnək idi. Mən bir-iki dənə nöqtəyə işarə edib tamamlamaq istəyirəm. Elə xüsusi bir sözüm yoxdur. Çünki eşitdiklərimiz eşidilir, məhrəmlikdə, o müsibətlərdə. Amma hər halda ailə quruluşuna aid olan işarələrim var, 3-4 dənə. Onu istəyirəm fəqət işarə edəyəm və sözümü tamamlayam. Ailədə ümumiyyətlə qız ilə, qız uşağı ilə necə rəftar eləmək lazımdır? Ümumiyyətlə adamın ailəsində bir qız uşağı varsa da, Allah inşallah o ailəyi o qızla mübarəkləndiribsə də, zinətləndiribsə də, Allah olmayanlara da qismət eləsin inşallah. Arzu eləyənlərə də inşallah qismət eləsin. Yəni ailədə qız uşağından rəftar ata-ananın və xüsusən də tarixdə görürük ki, xanım Zəhra və Həzrət Əlinin xüsusi bir dənə qayğı olub. Elə bir mühitdə və yetişdirib ki, və ata-ananın təsiri çox olub xanım Zeynəbin şəxsiyyətinin formalaşmasında. Ki, ata-ananın rolu və təsiri və tərbiyədə təsiri çoxdur. Bu günlərdə gərək örnək alaq onlardan. Və baxaq görək ki, əgər uşaq üçün sağlam mühit yaratsaq, tərbiyə mühiti yaratsaq, onda uşaq düzgün, sağlam mühitdə böyüyəcək. Sağlam şərait yaratsaq, əgər uşaq üçün gərək sağlam tərbiyə mühitini yaradaq. Ki, uşaq kimi böyülsün və xüsusən də əvvəldə nə şəkildə, nə cür olubsa da, davranılıbsa da, gələcəkdə də o cür təsiri var onun. Xüsusən istər 3 il, 5 il, 10 il əgər uşaqla hörmətli davranılıbsa da, düzgün yetişdirilibsə də, mühit yaradılıbsa da, onun gələcəyinə təsiri var o uşaqlıq vaxtında olan tərbiyənin. Və ona görə biz gərək əvvəl buna diqqət eləyək ki, evləndikdə və yaxud da evlilikdə valideynlər və həyat yoldaşı münasibətləri necə olmalıdır, rəftarları və onların hamısı uşağa təsir edir və nümunə yaradır uşağa. Müsbət və yaxud da mənfi. Və xüsusən də baxaq görək ki, xanım Zeynəb necə bir
Xanım Zəhra nümunəvi qadın olaraq, xanım Zeynəb nümunəvi qadın olaraq necə bir evlad yetişdirdi, hansı mühitdə yetişdirdi ki, o eləyə bildi ki, öz canını ilahi rəhbər yolunda fəda eləsin. Bu çox önəmli bir şeydir. Elə bir evlad yetişdirəsən ki, o evlad haqqın tərəfində dayanmağı başarsın. Çox evladlar ola bilər ki, amma haqqın tərəfində dayanmağı başarmır. Haqla batil, haqqı görə belə eləyə bilmir o haqqın tərəfində dayana, haqqın tərəfini tuta. Nəyisə məsələn deyə, nəyisə məsəl üçün yaza, nəyisə düz yaza, nəfsindən gəlməyə, ancaq Allaha görə deyə ki, mən bunu Allaha görə eləyirəm, yoxsa deyirəm, edirəm, Allah varsa da yaxşıdır. Əgər Allaha görə deyilsə də heç vaxtları nəticə verməyəcək. Bu evladlarımızı elə bir yetişdirməliyik ki, birincisi budur ki, vilayət və vilayət sevər və vilayət yolunda fəda eləməyə hazır olmalıdır. Onu xanım Zeynəb etdi. Kərbalada öz 2 dənə evladını Kərbalada Aşura günü şəhadətə göndərdi. Və ondan sonraki hadisələr, hansı bir şeylər təsir elədi ki, xanım o mühit yaradıldı ki, tərbiyə olundu ki, xanım Zeynəb şəxsiyyəti meydana gəldi. Xanım Zeynəbin şəxsiyyəti və belə bir qadının nümunə olmağa bizim cəmiyyətə nə qədər ehtiyacı var? Belə bir qadını nümunə etməyə və Zeynəbi məclislər, xanım Zeynəbə, xanım Zəhriyə aid olan məclislərin təşkil olunmasına nə qədər bizim cəmiyyətimizin ehtiyacı var bilirsiniz. Dünyamızın ehtiyacı var və eyni zamanda biz bu günləri görürük ki, cəmiyyətimizin də belə bir məclislərin təşkil olunmasına, qurulmasına çox böyük ehtiyac var. Xanım Zeynəb tanınmalıdır və layiqincə tanıtmalıyıq biz öz ailələrimizə, sevdirməliyik və təşviq eləməliyik, məhəbbət yaratmalıyıq. Xanım Zeynəbin yaşam tərzinə məhəbbət yaratmalıyıq. Bu əsas məqsədlərimizdən biri olmalıdır və inşallah ki, biz bu cəmiyyətdə xanım Zeynəbi sevərək yaşayırıq. Yəni, xanım Zeynəb məhəbbəti var, çalışmaq lazımdır ki, bu mərifəti, bu məhəbbəti daha da artırasan, Allahın iznindən ki, Kərbəla məktəbini qorudu, saxladı. Aşura günündən sonra Həzrət Əbəlfəzl Abbas əleyhissalamdan sonra bir komandan batçılıq etdi. Əhl-i Beytin ailəsinə və əsirlərə batçılıq elədi və hətta düşmənlərin qarşısında sınmadı sözünü dedi, apardı, çatdırdı. Aşuranın hədəflərini düz Yəzidin məclisinə çatdırdı və onu rüsvay elədi. Belə bir xanım, belə bir yetişmiş, Əli və Zəhranın tərbiyəsini görmüş xanım bu cür eləyər, alt-üst eləyər batilin hökumətini, alt-üst eləyər batilin hökumətini. Allah inşallah zamanəmizdə olan zalimların da hökumətini alt-üst eləsin inşallah. Və baxın, görün, xanım Zeynəbdən biz nə örnək ala bilərik? Səbir, amma gözəl səbir eləməklə. Elə bir səbir elədi, şükür eləməyi xanım Zeynəbdən. Müsibətlərin qarşısında şükür elədi. Şükür dedi. Hər nə ona dedilər, bu müsibətlərdir. Dedi ki, nələr baş verdi? Oğlanların filan, yenə dedi ki, şükür dedi. Və soruşduqda ki, gözəllikdən başqa cavabında soruşduqda ki, yəni bu müsibəti necə alqışlayırsan, dedi ki, ma rəaytu illə cəmilən, gözəllikdən başqa heç nə görmürəm və səbr elədi bu yolda və o səbirlə getdi, bu zamanıya çatdı. Bu günlərə İmam Hüseyin əleyhissalamın Ərbəin ziyarəti unudulmayıb xanım Zeynəbin bərəkətindəndir, xanım Zeynəbin hərəkətindəndir, mübarizəsindən, fədakarlığından və inqilabının nəticəsidir. Xanım Zeynəb inqilab elədi və bu günlər ki, Ərbəin ziyarəti buyurur ki,
möminlərin əlamətləridir, əlamətlərindən biri sayılır. Ərbəin ziyarəti milyonlara çevrilib. İnşallah ki, Allahın izni ilə bu hərəkət gətirib İmam-ı Zaman əleyhissalamın zuhuruna gətirib çıxardar. İnşallah yeryüzü ədalətlə dolar. Allah qoysa daha bu zülmlərin şahidi olmarıq inşallah ki, deyir ki, axırı o gözəllik ki, deyir, xanım Zeynəb buyurdu ki, mən gözəllikdən başqa heç nə görmürəm. O ilahi Allahdan gələn bir elmlə görürdü ki, bu şəhadətlər hara aparıb çıxardır. Nəticəsi yeryüzündə Allahın ilahi hakimiyyətinin qurulmasıdır. Quran əsasında və Allahın buyurduğu əsasında inşallah ilahi hakimiyyət qurulmasıdır. Allah Teala inşallah İmam Zamanımızın zuhurunu təcil eləsin. Allah Teala xəstələrə şifa inayət eləsin, ölənlərimizə rəhmət eləsin. Allah zalimlarla məşğul eləsin və məzlumları, hər yerdəki məzlum var, məzlumdur, məzlumiyyətdədir, çətinlikdədir. Allah onlara qurtuluş versin inşallah, nicat versin inşallah. Bizim aqibətimizi xeyr eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike vanhar inne şani'eke huvel abtar.